Salam əziz şagirdlər və müəllimlər. Bugün WhatsApp kanalımızda paylaşılan cəbr sualının izahını sizlərlə bölüşəcəm. Və kanalın linkini aşağı qoyacağam. Kim əgər qoşulmaq istəsə oradan keçid edib qoşula bilər. Hər gün maraqlı riyaziyyat sualları və həlləri paylaşırıq kanalda. Başlayaq sualın həllinə. Deməli, bizə sualda x-in qiymətini tapmağı tələb edir. 54 vuraq 6 üstü x üstə gələk 3 üstü x bərabərdir. 6 vuraq 18 üstü x üstə gələk 1. Üstə gələk integral 0-dan 2-yə, limit x yaxınlaşır 2-yə, x kvadrat minus 4 bölək x minus 2 dx. Əvvəlcə biz bunu daha sadələşdirmək üçün integral və limiti həll edək. İntegral hissəmizdə nə deyir? İntegral 0-dan 2-yə, limit x yaxınlaşır 2-yə, x kvadrat çıxaq 4, x plus x minus 2 dx. Deməli, baxaq limitə. Limitin altındakı ifadə x kvadrat çıx 4 bizdə müxtəsər format üsuludur. X minus 2, x plus 2 şəklində açılır. Deməli, məxrəcdə x minus 2 qaldı. Limit x yaxınlaşır 2-yə. Görürük ki, x minus 2-dən ixtisar gedir. Qalır bizim limitimizin altında təkcə limit x yaxınlaşır 2-yə, x plus 2 ifadəsi. Deməli, x-in yerinə 2 qoysam, mənim limitimin cavabı 4 olacaq. Yenidən integral altındakı ifadə nəyə bərabər olur? İntegral 0-dan 2-yə 4 dx. 4 dx-in də integralı nədir? 4x-dir. 0-dan 2-yə. 2 vur 4, 8, çıxaq 4 vur 0, 0. Bərabərdir 8. Deməli, bizim integralımızın da cavabı 8-dir. İndi ifadəmizi yenidən yazaq. 54-ü nə kimi yazaram mən? 6 vur 9 kimi yazaram. 6 vuraq 9 vuraq 6 üstü x. Üstə gələk 3 üstü x. Bərabərdir 6 vuraq 18 üstü x-də nə kimi yazaram? 9 üstü. Yox, 3 üstü x vuraq 6 üstü x. Çünki bizə bu sərf edir. Üstə gələk 1 üstə gələk 8, 9 edir. Deməli, mən bu 6 üstü x plus 1 eləyir bu. Çünki əsaslar eyni olanda qüvvətlər toplanır hasildə. Vuraq 9, çıxaq 6 üstü x plus 1, vuraq 3 üstü x bərabərdir 9, çıxaq 3 üstü x. 3 üstü x-i sağa keçdim. Bu ifadəni də sola keçdim. Sonra burada 6 üstü x plus 1-i mən ortaq vuruq kimi çıxardıram çölə. 9 çıxaq 3 üstü x qalır. Bərabərdir 9 çıxaq 3 üstü x. Həmçinin mən burada limitdə məxrəc fərqli 0 şərtini də nəzərə almalıyam. Burada nə olur? X çıxaq 2 fərqlidir 0. X fərqlidir nədən? 2-dən. Əgər bizim kökümüzün biri 2 alınsa, biz bunu kənar kök kimi götürəcəyik. Çünki məxrəc 0 ola bilməz. Aha, davam edək. Sonra burada görürük ki, 9 çıxaq 3 üstü x də həmçinin ortaq vuruqdur. Bunu da mötərizə xaricinə çıxartsam, 6 üstü x plus 1 çıxaq 1 bərabərdir 0. Hasil nə vaxt 0 olar? Vuruqlardan hər biri ayrı-ayrıda 0-a bərabər olanda. 9 çıxaq 3 üstü x bərabərdir 0. 3 üstü x bərabərdir 9. Buradan x çıxır ki, 2. Və bunu həll edək. 6 üstü x plus 1 çıxaq 1 bərabərdir 0. 6 üstü x plus 1 bərabərdir 1-dirsə, x plus 1 bərabərdir 0-a, x də bərabərdir mənfi 1-ə. Deməli, bizim x-imiz 2 qiymət aldı. 2 ilə mənfi 1. Biz də bilirik ki, məxrəc 0-dan fərqli olduğu üçün, yəni x 2-dən fərqli olmağı üçün biz x-i kök kimi götürməyəcəyik. Bu, yəni uyğun deyil cavabımıza. Bizim cavabımız təkcə x bərabərdir mənfi 1-dir. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti suallarda görüşərik.